İnşallah. Salam dəyərli müəllimlər. MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar üçün ilin son fürsətini sizinlə paylaşırıq. Deməli, aprel ayının əvvəlindən biz 3 aylıq onlayn formada sınaq qrupu ilə dərslərə başlayırıq. Bu sınaq qrupunda müəllimlər indiyənə qədər, sentyabrın əvvəlindən indiyənə qədər öyrəndiklərini təkmilləşdirmək üçün, daha da möhkəmləndirmək üçün özlərini həftədə 2 dəfə 3 sınaqla sınayacaqlar. Bu sınaqların daha ayrıntılı formasını Rabil müəllim sizin üçün izah edəcəkdir. Buyurun müəllim. Təşəkkür edirəm Toğrul müəllim. Hörmətli müəllimlər və MİQ və sertifikasiya imtahanına hazırlaşan bütün müdavimlər, mən bizim Toğrul müəllimin açıqladığı kimi layihəmizi sizə geniş bir şəkildə izah etmək istəyirəm. Bu layihənin detalları ilə sizi tanış etmək istəyirəm. Deməli, planlaşdırırıq ki, inşallah aprel ayının əvvəlində, günlər, saatlar və dəqiq cədvəl sizə bildiriləcək. Bu modelə, bu dərs modelinə başlayaq. Bizim məqsədimiz hər dərs 3 müxtəlif sınaq imtahanını sizlərlə bölüşmək və bir-bir suallara baxmaqdan ibarətdir. Sınaq imtahanlarını 2 hissəyə böləcəyik. Bir hissə, yəni bir sınaq imtahanının bir hissəsi ümumi məzmun tapşırıqlarından ibarət olacaq. Bura aiddir nəzəri suallar, bura aiddir ümumi tapşırıqlar, ümumi düsturlar, qanunlar, qaydalar, fiziki kəmiyyətlər arasında müxtəlif əlaqələr və s. İkinci sınaq imtahanı isə aid olacaqdır xüsusi tip tapşırıqlara. Yəni, gəlin biraz da daha ayrıntılı danışım. Biz sentyabrdan bəri dərslər keçirik. Müxtəlif mövzuları, müxtəlif qaydaları öyrənmişik, başa düşmüşük. İndi həmin o qaydaları, öyrəndiyimiz tapşırıqları, müxtəlif mülahizələri təkrarlamağa bir ehtiyac duyuruq. Yəni, imtahanın bir hissəsi, bir növ tapşırıqlar həsr olunacaqdır ümumi öyrəndiklərimizin təkrarına, qanunlara, qaydalara, düsturlara. Digər tapşırıqlar isə, digər imtahan sualları isə sırf ayrılacaqdır xüsusi tip tapşırıqlara. Yəni, imtahanda sizi incidə biləcək, yora biləcək, sizi düşündürə biləcək, çaşbaş qala biləcəyiniz tip suallara həsr olunacaqdır. Beləliklə, həftədə 2 dəfə olmaqla aprel ayının əvvəlindən başlayaraq biz sınaq imtahanı layihəmizə başlayırıq. Bu layihə mən, Rabil müəllim və Toğrul müəllim tərəfindən həyata keçiriləcək. İmtahanlar 2 yerə bölünəcək. İmtahanların bir hissəsi standart növ tapşırıqlar. Təkrarlamaq istəyirəm. Nəzəriyyə, düsturlar, qaydalar, bir çox ədəbiyyatlarda və müxtəlif imtahanlarda tanış olan tiplərdən istifadə olunacaq bu imtahanlarda. Bir növ imtahan isə, yəni ikinci imtahan isə daha çox istedad tələb edən, fərqli dünya görüş, fərqli bilik tələb edən tapşırıqlardan ibarət olacaqdır. Siz bu tapşırıqları ev tapşırığı kimi işləyəcəksiniz, sonra dərslərə qoşulub bizə suallar ünvanlayacaqsınız. Həm birinci növ suallarda, həm də ikinci növ suallarda sizin bütün suallarınız cavablandırılacaqdır və ən əsas da nəzəri material olaraq biz öz təzə nəşr etdiyimiz qırmızı kitabdan istifadə edəcəyik. Yəni, həm nəzəri biliklərimiz yetərli olacaqdır, həm də standart və qeyri-standart suallar qarşısında dayanıqlı olacaq. Görüşənə qədər.